Çəkildi, kino çəkildi dövlət sifarişindən. Bu kino çəkildi Qazaxıstanda, Özbəkistanda, Qırğızistanda, İranda, Türkiyədə, Gürcüstanda, Rusiyada, Azərbaycanda. Və dəfələrlə tamaşaçılara təqdim olunub, bir neçə dəfə bütün kanallar verib. Onun arxasından Azərbaycanda Heydər Əliyev sarayında 2500 adamın iştirakı ilə möhtəşəm bir yubiley tədbiri keçdi. Çox hörmətli prezidentimiz İlham Heydəroğlu Əliyev sənaqları mənə şərəf ordeni verdi. Çünki əmdə şöhrət veriblər, xalq şəhər veriblər. Heydəroğlu qalmışdı, bunu da verdilər. Ondan bir 10 gün sonra Gürcüstan dəvət elədi. Orada da Gürcüstan prezidenti Saakashvili şöhrət ordeni verdi. Həm Bolnisdə, həm Marnolda, həm də Tiflisdə çox böyük təntəni ilə Gürcülərin və Azərbaycanlıların iştirakı ilə mənim yubileyim çox təntənəli keçdi. Bundan sonra qayıtdım Bakıya. Gördüm həddindən artıq yorulmuşam. Hardasa dincəlmək lazımdır. Amma şairin dincəlməyi ancaq qəbirdə ola bilər. Dincəlmək yəni müvəqqəti istirahət. Görür, keyf də çəkdim, əzab da çəkdim. Çəkdiyim keyfi də əzab da çəkdim. İnsana istirahət, dincəlmək yoxdur. Ölənə qədər hərəkətdə olmalı. Çox götür-qoy elədim ki, hara geçsəm, deyənə qədər görmədiyim yerlərdən Kırımı ona görə məqsəd qoydum ki, Kırım Tatarlarının, Kırım Türklərinin tarixini çox gözəl bilirəm. Bu mövzuda çoxlu kitablar oxumuşam. Kırım Tatarlarının böyük bir yazısı var. Çingiz Dağçı 91 yaş var, Londonda yaşayır. Onun kitablarını oxumuşam və gəldim ki, ulu babalarımızın yaşadığı vaxtilə 7 milyon olan, indi 300 minə enmiş Kırım Tatarlarının bu mübarək müqəddəs yeri İsmail Qaspıralı ilə bağlı, Başsaray fontanı ilə bağlı müqəddəs yerləri ziyarət etdim. Və gəldim, mən bir ziyarətə gəlirdim, bir neçə ziyarətlə qarşılaşdım. Öz el oğullarımı görmək, Azərbaycandan gələn el oğullarını, vətən oğullarını, soydaşları görmək, qürbətdə vətən yaradan insanları görmək mənim üçün ikinci böyük ziyarət oldu. Bu gün də çox sağ olun, sizə təşəkkür edirəm ki, təbiətin qoynundayıq. İsmail Qaspıralını ziyarət elədik, Başsaray fontanını ziyarət elədik, Zincirli mədrəsəsini ziyarət elədik. Məndən əvvəl də mənim hörmətli bacım, əziz millət vəkilimiz, kişi qeyrətli, Qənrə xanım burada olub sizin ziyarətinizdə. İndi mən gəldim. Bunlar hamısı təkcə sizin üçün yox, həm də bizim üçün böyük ziyarətdir. Baxıram bu dağlara, baxıram bu qayalara, onlarla, yüzlərlə şeirlərim gəlib keçir yaddaşımdan ki, hansını oxuyum, hardan başlayayım, harda tamamlayayım, harda dayanım. Amma ürəyim dolu olduğuna görə nə başlamaq mümkün, nə tamamlamaq. Ancaq bu qayaların, bax bu görkəmin, bu təbiətin eşqinə hələlik bir şeirlə kifayət eləmək üçün çox yorulmuşam. Bura 100 yaşında bir qoca gəlsə, göz işığı gələr, düz qüvvət tapar. Bahar gözəllərin şux yerişinə, hər bulaq başında bir cənnət tapar. Baxmaz, baharına, qışına baxmaz. Saçlar qar olsa da başına baxmaz. Təbiət insanın yaşına baxmaz, könül 90'ında mühabbət tapar. Şehlə dodaqlansın güllərin camı, yaşa ürəyincə arzunu, kamı. Belə bir oylaqda gəzən adamı nə dərd üstəliyər və həsrət tapar. Qaytarma üstündə dillənəydi saz, qayda biləydim qoynuna hər yaz. Burada aşıq olsa şirin bir avaz, burada şair olsa şeiriyyət tapar. Xoşdur bu yerlərdə duman da sis də, meylin nə çəkirsə dağlardan istə. Hər çay kənarında, hər bulaq usta, ömür bir əbədi təravət tapar. Zəlmxan, yaşama torpaqdan ayrı, közün nə ömür var ocaqdan ayrı. Sözün bu arandan, yaylaqdan ayrı, nə dildə səslənər, nə şöhrət tapar. Dilimizin şirəsi, başımızın tacı, sözümüzün şöhrəti, arxamız, dayağımız Azərbaycan və Azərbaycanın bugün Qırımda yaşayan oğullar. Sizin hamınıza Azərbaycandan, Azərbaycan ətirli salamlar gətirdim. Sinə dolusu sevgi, məhəbbət gətirdim. Sizin hər birinizi öpürəm. Ağsaqqalları, ağbirçəkləri atam anam kimi, cavanları qardaşım kimi, körpələri balam kimi öpürəm. Bağrıma basıram. Arzu edirəm ki, dünyanın harasında olsanız, vaxtınız yeyin olsun, atınız yürək olsun. Harada olursunuz olun, bilin ki, qibləgahınız da, Kəbəniz də, Qaradaşınız da Azərbaycandır, Bakı da Azərbaycan torpağıdır.
xalqımın oğullarına, sizin şəxsinizdə Ukraynada yaşayan Azərbaycanlıların hər birinə uzun ömür, can sağlığı, xoşbəxtlik, vətənə möhkəm bağlılıq, Azərbaycandan kənarda olsa da Azərbaycana şöhrət gətirmə xoşbəxtliyi arzu edirəm. Hamınızı öpürəm.